Dostlar, açım eləmişdim sizin üçün. Dost otağa adam deyir, ona görə yenidən video çəkəsi olma, paylaşım eləmişəm. Birinci, ikinci, üçüncü variantdır. Belə bir açım eləmişəm burada ki, yeni ilə qədər həyatımda hansı dəyişikliklər olacaq. Özünüzü düşünün, hansı variantı istəyirsiniz tutun və mən birinci variantdan başlayıram. Birinci variant, ikinci, üçüncü variantdır dostlar. Belə, birinci variant. Bir çoxunuzda burada məhkəmə işləridir. Məhkəmə işləri, bir çoxunda məhkəmə işləri, sənəd sünəd işləri ola bilər. Hansısa ideyanız ola bilər. Məhkəmə işi varsa udacaqsınız. Nəsə bir fikriniz, ideyanız varsa tez bir zamanda həyata keçəsidir. Sonra burada nəsə bir kişi xaylağı da var. Bir insan deyək, qadın da ola bilər, iş adamıdır bu. Kişi də əsasında, kişi, qadın dəxli yoxdur, bir insandır burada, amma bizneslə məşğul olan adamdır. Bu adam sizə nədəsə köməklik edəcək, başlanğıcda, nəyisə başlamaq istəyirsinizsə, sonradan özünüz davam eləsi olacaqsınız. Yəni, axıra qədər bu adam olmayacaq. Sonra, hansısa bir ideyanız həyata keçəsidir. Hansısa bir probleminiz qutarasıdır. Yəni, mütləq uğurlar gözləyir sizi. Hansısa bir problem mütləq həll olunmasıdır və yenə deyirəm, məhkəməli kişi olanların məhkəmədə udacaqsınız. Hansısa sənəd sünəd düzələsizsə düzələcək və ideyanız varsa, alqı-satqı işləriniz varsa, bu da tezdən həll olunmasıdır. Və hansısa bir ideyanız varsa, həyata keçəsiniz mütləq dostlar. Bunu bilmək, yaradıcı insansınız. İkinci variant. Burada bəzilərinizə ola bilər, təzə sevgi romanı başlaya bilər. Sevgi romanı başlaya bilər bəzilərində. Bəzilərinizə elçilər gələ bilər, elçilər ola bilər. Sevgi mesajı, sevgi xəbəri gələ bilər. Bəzilərinizə küsdüyünüz insanlar varsa barışacaqsınız. Və imtahanla əlaqəli, imtahandan keçəcəksiniz. İmtahan verəsi insanlar imtahandan keçəcəksiniz. Həyat imtahanı da ola bilər, keçəcəksiniz. Bax, belə hadisələr olacaq. İkinci variant sizin həyatınızda. Üçüncü variant sizdə nə olacaq? Hal-hazırda burada. Burada üçüncü variant. Siz çox qısqanc insansınız. Ola bilsin, qısqanclıq mövzuları var burada. Manipulyasiyalara gələ bilərsiniz. Sizə kimsə manipulyasiya eləyə bilər. Bəzilərinizə nəsə əldə eləyəsiniz. Nasledstvo. Nəsə çatasıdır sizə. Mülk, torpaq, nəsə bir şey çatacaq sizə bəzilərinizə. Bəzilərinizdə ola bilsin, biraz qapalı yerlə işiniz ola bilər. Xəstəxana ola bilər. Nəsə qapalı yerlə əlaqəli bir işlər var və bəzilərinizdə burada gizli nəsə işlər görəsi olacaqsınız. Kimisə busub güdəcəksiniz. Busulmaq, güdülmək var. Manipulyasiyaya gedirsiniz. Getməyin manipulyasiyaya. Kimsə sizə həyatınızdakı insan nəsə deyirsə, inanın ona, kimsə sözündən, kimlərinsə sözündən nəsə eləməyin. Busub güdməyin də, yəni məsləhət deyil. Bu mövzularda olacaqsınız. Busulmaq, güdülmək və bundan əlavə də siz yox, sadəcə sizə qarşı da ola bilər bu. Amma daha çox mən burada sizi görürəm ki, siz biraz yönələn insansınız deyəsən, yönəlməyin heç kəsin sözündən heç nə eləməyin, heç kəsə busmayın, güdməyin, yaxşı sevgi temalarındasınız burada biraz. Yəni, məsləhət deyil, yaxşı olmaz. Bax, məsələn, kimsə deyir, sənə xəyanət eləyərlər, budur, odur. Tutalım ki, əgər siz o insanı sevirsinizsə, ona ayrılmağa hazır deyilsinizsə, tutalım ki, busduz, güddüz, tutduz. Sonra xəyanət eləyib. İli bağışlamalısınız. Düzdürmü? İli sıraz ayrılmalısınız. Yox, o insandan ayrılmağa hazır deyilsinizsə, inanın. Və bundan əlavə də bəzilərinizə diqqətli olun. Nəyinizi isə oğraya bilərlər. Çox diqqətli olun, yaxşı. Üçüncü variant. Bax, belə yaxşı şeyləri yadınızda saxlayın, pisləri də unutun. Bu kartdır. Özünüzü birləşdirməyin heç nə ilə və ən əsası sizin beyniniz, düşüncəniz həyatınızı formalaşdırır, reallaşdırır. Həmişə yaxşı şeylərə inanın, özünüzə inanın və bilin ki, qabaqda sizə ancaq xoşbəxtlik gözləyir. Buna əmin olun. Yaxşı, çox sağ olun izlədiyinizə görə. Əlaqə nömrəmi yazacağım videonun altında. Şəxsi açım istəyənlər əlaqə saxlaya bilər WhatsApp-a ancaq. Çox sağ olun.